Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim deyir əsr namazını qılmazsa, bütün əməlləri puç olar. Yəni, bir kəs bilərəkdən, yəni əsr namazının vaxtı girdi, mən əsr namazı, məsələn, kimsə bilərəkdən əsr namazını məğribə qədər qılmır, həmin gün elədiyi bütün əməlləri puç olur. Həmin gün olsun sədəqə verib, məscidə gedib, Quran oxuyub, oruç tutub, neyniyib, bütün o əməllər savabı getdi. Yəni, subhanallah, çox təhlükəli bir şeydir. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim əsr namazını itirən bir kimsənin misalı, ailəsini və mal dövlətini itirən bir kəsin misalıdır. Subhanallah, yəni kim əsr namazını itirərsə, sanki ailəsini və var dövlətini itirib. Yəni, o qədər önəmlidir. Burada, subhanallah, yəni bir namazdan söhbət gedir. Və başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, deyir, kim bilə-bilə, hədisin əvvəl deyir, فَلَا تَتُرْكَنَّ صَلَاةً مَكْتُوبَةً مُتَعَمِّدًا, deyir ki, Allahın sənə yazdığı bir vacib namazı buraxma. Kim bilə-bilə bir vacib namazı tərk eləyərsə, Allahın qoruması ondan uzaqlaşar. Yəni, bilə-bilə bir vacib namazı tərk eləmək səbəbdir ki, insan Allahın qorumasından uzaqlaşır.